Hal-hazırda Amerikada vəziyyət hər kəsi düşündürür. Əvvəllər çox rahat idi IT sahəsinə keçid eləmək. İndi isə insanlar fikirləşirlər, görəsən AI işimizi əlimizdən alacaqmı? AI-ya görə IT-yə keçməyə dəyər yoxsa yox? O biri tərəfdən də Trump administrasiyası. Hakimiyyətə gələn kimi bir çox hökumət işlərinin kəsilməsi hər kəsin ağlında sual işarətləri gətirməyə başladı. Amma mən məsələyə başqa tərəfdən baxıram. Trumpın ölkəni idarə etməsi biznes idarə etməsinə çox bənzəyir. O bir yerdən kəsintilərlə əldə edilən vəsait bu təzədən ekonomiya, iqtisadiyyata geri dönəcək. Mən əminəm ki, kəsilən işlər başqa yerdə yeni iş formasında ortaya çıxacaq. İkincisi, əgər Amerikaya gəlmisiniz və burada sizin iş icazəniz, green cardınız, vətəndaşlığınız varsa, yaxın zamanda biz görəcəyik ki, H1-la işləyən bir çox insanların H1-ın uzanması prosesi yenidən çətinliklərlə qarşılaşacaq. Kimin ki green cardı var, vətəndaşlığı var, onlar üçün yeni qapılar açılacaq. AI nədir? AI gələcəkdir. Sizin iki şansınız var. Ya keçmişin hissəsi olaraq keçmişdə qalmaq, ikinci isə addım atmaq, gələcəyin bir hissəsi olmaq. Mən hal-hazırda işlədiyim proyektdə AI ilə işləyirəm və sizi əmin eləyirəm ki, işləmədən əvvəlki fikirlərimlə indiki fikirlərim tamamilə fərqlənir. Mən gözümdə çox böyüdürdüm AI-yı, artificial intelligence, robotlar, amma işləməyə başladıqca görürsən ki, sənə də orada bir yer var. Biz gələcəyin bir hissəsi çox rahat ola bilərik. Məsələn, bizim indi Loopcampdə yeni batchimiz başlayır və biz nə etdik? AI agentları Test Automation Framework-umuzla inteqrə elədik. Yəni, biz sizi tester olaraq marketə hazırlayırıq, AI-yı da sizin köməkçiniz eləyirik. Və siz marketə girərkən, iş axtararkən, özünüzü təqdim edərkən deyə bilərsiniz ki, biz artıq AI-yı testingdə istifadə edirik. Bilirəm, bu kiçik addımdır. Dünyanı yenidən kəşf eləmək deyil. Amma bu sizə gələcəyin bir hissəsi olmağa kömək eləyəcək. Siz o dünyaya girəndən sonra görəcəksiniz ki, əslində şişirdildiyi qədər də deyilmiş. Əslində sizə də orada yer var. Əslində siz də AI ilə eyni dünyada bir yerdə yaşaya bilərsiniz, işiniz olar və gələcəyin bir hissəsi ola bilərsiniz.